Sizinle faiz mövzusuna aid olan 3 sualın izahına baxacağıq. Bize funku mu öğreteceksin? 70 ədədin 20 faizini tapın deyəndə, ədədin faizini taparkən verilən ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bərabərdir cavab 14. Faizli bir ədədi taparkən verilən ədədi faiz göstərən ədədə bölüb 100'ə vurmaq lazımdır. Nəticə cavab Konuş artık. 350. Bağırma, kafam çatlıyor. Eləyir 350. Bunlar sana soracak, sen cevaplayacaksın. Əgər bir ədəd digərinin hansı faizini təşkil edir deyirsə, o zaman ilk gələn ədəd ikinci gələn ədədə bölüb 100'ə vurmaq lazımdır. 20 bölünsün 70, vurulsun 100. Cavab alınacaq 200 bölünsün 7. Əlbəttə bu verilən ədəd tam ədəd ola bilər, kəsr ədəd ola bilər, onluq ədəd ola bilər, hər bir alına bilər. Tebrik ederim hocam, çok iyi anlattınız.